Yəqin ki savqıdan şərab istemez. Sevgilim ləblərin sərməzdir olan. Yəqin ki savqıdan şərab istemez. Məşuqun qəlbində mürüvvət olsa, aşığın qəlbini kebab istemez. Məşuqun qəlbində mürüvvət olsa, aşığın qəlbini kebab istemez. Cəhdələ aşıqı kəmaləyəti, rəqibi kuyündən zəvaləyəti. Mən kimi xəstəni visaləyəti, məyər gözdən olan sevab istemez. Mən kimi xəstəni visaləyəti, məyər gözdən olan sevab istemez. Perişan zülflerin esin bağlı olsun, rəqibi köyünden varsın yad olsun. Perişan zülflerin esin bağlı olsun, rəqibi köyünden varsın yad olsun. Götür bergi yüzden çamur şad olsun, güneşten cemalın niqab istemez. Götür bergi yüzden çamur şad olsun, güneşten cemalın niqab istemez. Cəhdələ aşıqı kəmaləyəti, rəqibi köyündən zəvaləyəti. Mən kimi xəstəni visaləyəti, məyər gözdən olan sevab istemez. Mən kimi xəstəni visaləyəti, məyər gözdən olan sevab istemez. Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. Əziz dostlar, hər vaxtınız xeyirli olsun. Hörmətli xanımlar və cənablar, bizi həm izləyib, həm də ki dinləyənlər, xoş gördük hər birinizi. Mən Kamran Yaradanquliyevin təqdimatında Kənaz Media Qrupun, Yurd FM-in, Marsolun və İcmanın təşkilatçılığı ilə həyata keçirilən İşin Adamı başladı. Həftə içi 5 gün yayımlanan proqramımızda müxtəlif sahələrdə fəaliyyət göstərən işin adamları iştirak edirlər. Onlar real biznes təcrübələrini bizlə bölüşürlər. Bugün də istisna deyil, bugün də işin adamı bizləndir. İşinin adamı studiyadadır. Zaman itirmədən işin adamını salamlayaq. Qonağımız Azərbaycanda yetəri qədər populyar olan Şərq-Qərb Nəşriyyat evinin kommersiya departamentinin rəhbəridir. Amma biz onun harda çalışmandan asılı olmayaraq həmişə peşəkarlığını görmüşük, bilmişik. Söhbət biznes eksperti Xilqət Əsədovdan gedir. Müəllim, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Necədir işləriniz, gücləriniz, əhvalınız və ruhiyyəniz? Yaxşı, hər şey yaxşıdır. Tək yaxşı olsun. Deməli, Xilqət müəllim bizə kitab gətirib. Bu nə kitabdır? Hədiyyə deyil. Hədiyyədir, amma daha hədiyyə, daha bahalı mənə görə mənəvi cəhətdən hədiyyədir. Çünki özünün qələmindən süzülüb misralarda öz əksini tapan real biznes kitabıdır. Və bu kitab haqqında da məlumat istəyəcəm. Amma bir ilk olaraq
ümumi tanıyanlar tanıyır, tanımayan dinləyici və izləyici də Xilqət Əsədovu tanısın. Buyurun. Teşekkür ederim. Ben Xilqət Əsədov. Hal-hazırda Şərq Qərbdə mütəxəssis kimi kommersiya departamentinin direktoruyam. Eyni zamanda başqa işlərim də var, özümdə bizneslərim var. Həm də kitab da yazıram. Bilmirdim ha biznesləriniz olduğunu. Bəli. Əlavə. Əlbəttə ki, mən kitabı biznesin sayəsində, bizneslərin, yəni bu təcrübənin sayəsində yazmışam. İstəmədim ki, heç nədən, yəni sadəcə bir teoriya olaraq, yəni ki, yazım, amma ona görə Real, reallığa əsasən və 20 ildən ərzində başımıza gələnləri, gördüklərimiz, eşitdiklərimiz və onun sayəsində istədim və yazım və ümid edirəm ki, kiməsə maraqlı olar. Bugün birlikdə biz bu kitabı vərəqləyərik. Kitabın adı Praktiki Biznes gedir və çox maraqlı bir burada da yanaşma var ki, sınaqdan keçmiş 17 üsul uğurlu biznes qurmaq istəyənlər üçün praktik və addım-addım təlimat. Hazırıq mı? Bəli, mən hazıram. Başlayaq, mən ilk dəfə tanış oluram. Bu imzalı kitaba görə də Xilqət bəyə dərin təşəkkürüm var. Deməli, biznesmenlər kimlərdir? Başlığı var. Kimlərdir biznesmenlər? Biznesmenlər fərqli düşünən insanlardır. Yəni onlar demək olmaz ki, hamıdan ağıllı ya hamıdan savadlıdır. Sadəcə olaraq fərqli düşünürlər. Və bu fərqli düşüncə onları gətirir, o məqsədə çıxarır ki, onlar başlayırlar daha bir geniş araşdırma eləməyə və fərqli düşüncəyə görə də fərqli bir insanların, yəni adi insanların gördüklərindən biraz fərqli görüb və düşünürlər. Bir də ən çox onlarda təhlil olur. Kim ki çoxlu təhlil eləyirsə, hər bir addımı, hər bir problemi, başqaları üçün bir problem olanda, misal üçün biznesmen üçün bu fürsətdir. Aydındır. Bir də biznesmenlər necə doğru təhlil etsinlər, necə doğru fikri seçə bilsinlər. Doğru fikir seçmək olurmu? Əslində bir şey deyim, bu necə ki ingilis dilini öyrənəndə çoxlu öyrənirsən, bir gün sənə deyirlər ki, bir ingilislə söhbət elə və sən başlayırsan belə söhbət eləyə bilmirsən də, rüsvayçılıqdan keçir. Biznesin də yolu çox vaxt bu rüsvayçılıqdan və ziyandan, yəni zərərdən keçir. Bu normal bir şeydir və buna normal baxmaq lazımdır. Ona görə deyirəm ki, o fərqli düşünən insanlar bir çox yerlərdə səhv eləyə-eləyə axırı gəlib bir gün, yəni o yaxşı məqamı, mənfəətli bir məqamı əldə eləyirlər. Götürsək xaricdə əgər Donald Trump varsa, Donald Trump özü də deyir ki, mən misal üçün 3 dəfə müflis olmuşum. O boyda insan, o da müflis ola bilər və bu normal bir şeydir. Amma çoxları ondan qorxub biznesə gəlmirlər. Bu keçən dəfə də bu söhbət elədik. Elə biz özümüz də, şəxsən mən bu dəqiqə biznesdə çox çətin dönəmlər keçirəm. Amma normal bir şeydir. Bu keçdiyim dönəmlərdə də amma bir də ümidim var. O özü elə bir çətin dönəmlərdir ki, sanki bu rezin adamın biləyini sıxır sana. Amma bilirsən ki, bu nə vaxtsa sıxılıb atacaqsan da, oradakı sonradan o rahatlıq var axı. Bunu da dəfələrlə görmüşük. Uşaqlara deyirəm ki, bu sancıya, bu əsəbə, bu stresə dözə bilməyən adam biznesə gəlməsin və ya gələcəklərsə də bilsin ki, onları bu gözləyir, bunsuz mümkün deyil. Ondan keçməlisən. Yəni dərhal gəlib, dərhal mənfəətli olmaq bu bəlkə də 1000də 1 olan bir şeydir. Bir də biznesin ömürlük də mənfəət olmur da. Həmişə zigzaqdır. Əlbəttə ki, zigzaq olmalıdır. Yəni hansı mən çox biznesmenləri araşdırmışam xaricdə də, Azərbaycanda da və görmüşəm ki, onların da o qədər problemləri olub ki, amma şans həmişə var və şans insanı gözləyir. Sadəcə o şansın dövrünə sən hazır olmalısan. Müdür, şans bizi gözləyir, biz getməliyik, yoxsa şans bizə gəlir, biz onu görməliyik? Biz şansa hazır olmalıyıq. Hər an gələ bilər, hə? Bəli, biz şansa hazır oluruq və bir gün o zəng gəlir. Müştərinin zəngi, sponsorun zəngi, yəni ki, bu zəng gəlir və amma sən o günə hazır olmasan, deməlisən ki, bəli, mən bu sifarişi götürürəm və mən bu sifarişi eləyəcəm. O çox çətin sifariş olur öz aramızda. Demək olar ki, mümkün olmayan bir şeydir, amma sən öz və onu sübut eləyəndən sonra sənin işlərin ondan sonra rahat olur. Bunu mən çox vaxt görmüşəm və demək istəyərəm ki, siz rezindiniz, o rezin kimi yox, prujin kimi baxsaq, aşağı sıxılırsan, bir gün o atılır. Prujin yuxarı atılır. Rezin kimi baxsaq qırılma ilə nəticələnə bilər, amma prujində doğrudan da sıxılır. Təcrübəli adam bir başqa, təcrübəli adam bir başqa. Və bir gün o atılır.
Deməli, kitabla bağlı ümumi indi məqsəd nədir? Bunlar hamısını danışacağıq. Biraz da siz ilk dəfə necə biznesə başlamısınız, bunu da danışacağıq. Amma bu 17 üsul yazmısınız da, düzdür? Bəli. Bir dənə təklif edirəm, qısa lakanik bu üsulların üzərindən gedək. Birinci üsul olaraq ideya yazmısınız. Niyə ideya və niyə birinci üsul elə ideyadır? Yəni qısaca bir şey deyim ki, mən 10 il bundan əvvəl 2015-də bir dənə kitab yazmışdım. Asan dildə biznes. Doğrudan da uğurlu oldu. Baxıram, məsələn, hamı onu oxuyur. Ən çox da indi Rusiyada bəyənilir. 2000-ə yaxın oxuyucusu var onun artıq. Təzəlicə onu platformalara qoymuşam, elektron, onlayn platformalara və doğrudan da baxıram, oxuyurlar. Postsovet ölkələrində, yəni rus dilindədir. Mən orada 3 üsul yazmışdım. Amma bu 10 il ərzində bir araşdırmaları genişləndirdim və gördüm ki, 3 üsulla biznesə gəlmək yox, 17 üsulla da gəlmək olar. 18-ci, 19-cu hələ ki bilmirəm. Amma bu 17 üsuldan istərdim ki, insanlara təqdim edeyim ki, onlar biznesə gələndə, kim biznesə gəlmək istəyirsə, doğrudan da ağrılı, acılı bir tərəfi var əlbəttə ki, amma insan nədən bilə bilər ki, mənə həmişə 2-3 sual vardı, o çox mənə maraqlı ki, insan nədən bilə bilər ki, artıq biznesə başlaya bilər və niyə 100 biznesdən sadəcə 5-i dözə bilir? Və bu 2 sual arasında qalmışdım və çalışdım ki, bu kitabda o 2 suala mən cavabını tapım. O da adamın fikrini qarışdırır. Bax, birdən düşünürsən ki, bir əldə 2 qarpız tutmazlar, ona görə birinə fokuslanaq. Bir tərəfdən baxırsan, bir uğurlu iş adamıdır. O sənə deyir ki, ağıllı adam yumurtaları yenə qaba qoymaz. Yəni, adam bir neçə biznes olmalıdır, biri müflis oldu, o biri maliyyəsini çatdırsın və yaxud sən həmişə bir cəbində pulun olsun da. Bir tərəfdən də belə qalırsan. Bu hansı sizcə daha doğrudur? Mən belə deyim də, mən özüm Sabirabadlıyam və qarpız barəsində çox şeylər bilirəm. Mən o vaxt rayonda olanda tarlaya girdim, gördüm balaca qarpızlar var, onun 4-ünü götürdüm əlimə, dedim ki, bir əldə 4 qarpız tutmaq olurmuş, hələ təzə yetişirdi. Və həmin gün biznesmen olmaq qərarı. Və həmin gün. Kitabın tarixçəsi bilindi. Bəli, amma doğrudan da bir zarafatdır, amma doğrudan da kiçik biznesləri əldə tutmaq olur. Yəni, vacib deyil ki, dərhal insanlara onsuz da böyük bir biznes vermirlər. Fabrik vermirlər ki, gəl bunu idarə elə. Hər şey doğrudan da o xaricilər çox vaxt deyil, amma hər şey padvalda başlayır, zirzəmidən başlayır. Hansısa bir zirzəmini icarəyə götürürsən və başdan orada işləməyə. Mən özüm misal üçün, hətta onu deyim ki, daim işləyə biznes qurmuşam. Mənim bir kapitalım olub, işləmişəm, maaşdan, əmək haqqıdan saxlamışam və onu yavaş-yavaş hansısa bir biznesə yatırmışam və deyim ki, haradasa bir belə deyim, mən bizneslərimi hərəsinə çox gülməli olacaq. 1500 manat pul ayırmışam. 20 ildir bir işləyir, 8 ildir, 10 ildir bir işləyir, 8 ildə bir işləyir. Bu cəmaət təsizləyir, 1500 manatla, 2000 manatla nə biznes qurmaq. Onda indiki valyuta ilə də o mümkündür. Düşünülsə qurmaq olar, pulsuz da qurmaq olar. Və mən sizə adi bir şey deyim. Müəllimsiz və utanıram soruşmağa, yenə biznesidir onlar. Müəllimsiz və deyir ki, mən evdə başlayacağım uşaqlara dərs deməyə. Bu biznes deyil ki. Biznes. Mən müəllimlə tanıyım, ayına 12.000 manat, 6.000 manat pul qazanır. Çox gözəl bir biznesdir. Ondan artıq nə deyəsən. Və onlar həmin müəllimlər, indi mən baxıram, onlar da araşdırıram ki, misal üçün gedirlər, həm ya icarəyə götürüb kurs açırlar, hətta bir tutalım, birini Yasamalıda, birində Nərimanovda. Ki, rahat olsun, oranın da uşaqlarını götürsün, bu tərəfin də uşaqlarını götürsün və hər iki tərəfi də artıq sonra müəllimlər də təyin eləyir, özünü öyrətdikləri ya da başqa bir müəllimlər orada cəlb eləyir və olur artıq biznes. Yəni orada o öz kapitalından yox, biznesdən gələn pullardan da, yəni bizdə də elə olub, kredit götürmüşsə bu vəsait sahib, burada belə deyil. Dədə babanın dediyi bir söz var, fərasətlidir, bu fərasətlidir. Sizdə də ikinci üsul istedaddır. İstedadla fərasət eynidir sizcə, yoxsa? Demək olar, bəli. Fərasət düzdür, insan yenə də öz üzərində də işləsə nəsə eləyə bilər, amma bir də var ki, məsələn, mən orada istedadı qeyd eləmişəm ki, misal üçün dizaynerlər, aşbazlar, musiqiçilər, ola bilsin, aparıcılar, yəni kimin ki buna bir istedadı varsa, yəni bu bir doğulandan gələn bir şeydir, yəni ki, insan doğrudan da belə özündə hiss edir ki, bu heykəltarajı ola bilər, yəni ki, ola bilsin, əl işləri ilə məşğul ola bilər, gözəl əl işləri var. Onlar əlbəttə ki, avtomatik olaraq olurlar biznesmen və ola bilərlər. Yəni onu itirməsə, onun üzərində işləsə, hansısa bir rəssam, heykəltaraş, musiqiçi, aşbaz axırda gəlib gözəl bir biznesmen ola bilər və bunun da biz şahidiyik.
Şahidik ya. Bəli. Aydındır. Bir də bayaq deyir sizə uğurlu uğursuz. Bir dəfə bir məşhur iş adamından müsahibə alırlar ki, sizin bu 2 dənə böyük layihəniz çox uğurla həyata keçdi. Deyir ki, görürsünüz, mən bundan əvvəl 18 dənə uğursuz layihəm var idi, heç kim onu görmür, amma son 2 uğuru görür. Mən həmişə deyirəm ki, Ronaldonun hər bir topu gol deyil. Fikirləş, düz deyirəm. Doğrudan da. Heç ağlıma gəlməmiş. Hər dəfə təpi vuranda topa, Ronaldo o deməkdir ki, o goldur. Amma biz onun o qəşəng vurduğu qollarla qollarla sayırıq. Təcrübə də bunun üçün vacibdir ya. Təcrübə də vacibdir və trener vacibdir. Ronaldo'nun da treneri var. Yəni, Məhəmməd Əlinin də treneri var. Yəni bu trener bizdə mentor deyirlər. Bizdə Azərbaycanda biraz bəyənilmir. Kiməsə desən gəl sənə mentor olum, gəl sənə yavaş-yavaş irəli çəkim. Amma bunları başqaları da, başqa böyük biznesmenlər ki, mənim həmişə mentorum olub. Mənə amma elə gəlir ki, Azərbaycanda inciməsin bu sözdən heç kim, demirəm bilərək, indi bilməyərək olsun. Çox yeni başlayan biznesmenlərin, iş adamlarının, iş adam biraz belə böyükdür artıq da, bu yeni işə başlayan insanların düşməni çöldə deyil, içərdədir. Onlar demotivasiya edən ailə üzvləridir. Həyəcanlandıran ailə üzvləridir. Ya gedir dədədən babadan 5-3 manat borc alır. Onlar bir ay olmamış da, nə oldu bala, nə oldu? Nə vaxt qazanırsan, pul nə vaxt verirsən? Bir budur. İkincisi də ki, nə olur? Yox, sən başın xarabdır və bunu da adətən o işi görmə adamlar deyirlər. Bir də ki, gözləyirlər ki, elə bir moment olsun, bu yıxılsın desinlər. Demişdim sənə. Və bax, 70 ilin biznesmeni deyək də, indi o qədər hadisə var ki, Azərbaycanda da, dünyada da, illərdir uğurludur, hamı bunu əl çalır. Hamının arzusudur buna bir şəkil çəkdirsin və s. Bu adam bir uğursuzluğa düşər halında, o dəqiqə deyirlər, görürsən, onun ağlı yox deyə. Amma o bir saat əvvələ qədər, o uğursuzluq zəngi çalınana qədər, elə deyir, filan kəs müəllim, onun qadasını alarım, o əcdah, mən mentorum deyə. Çox da mentor falan deyir. Nəysə. Sırf buna görə bir şey demək istəyirəm. Mən birinci kitabımda Asan dildə biznesdə belə bir hekayə yazmışdım ki, qurbağalar haqqında. Yəqin ki, bəlkə də eşitmişsiniz ki, qurbağaların yarışı olur. Hamı deyirlər ki, qurbağalar dağa çıxmalıdır və qurbağalar çıxırlar, aşağıdan qışqırırlar ki, çıxa bilmərsiniz və qurbağalar bunlara qulaq asıb düşürlər aşağı, amma biri qalxır, düz gəlir, çatır təpəyə, sonradan bilir ki, sən demə bu qurbağa kar imiş. Yəni bu mövzu da doğrudan da hər dəfə təkrarlanır və insanı doğrudan da ailə məndə misal üçün ailə mənə ikinci biznesindən sonra dəstək elədi. Birinci biznesdə əlbəttə ki, deyirlər ki, alınmayacaq. Mənim onda 25 yaşım var idi. Mən dedim ki, işi də atmaq istəyirəm. Mən yaxşı bir holdingdə işləyirdim. O vaxt dedim ki, mən buraxmaq istəyirəm və istəyirəm sırf bir dövr öz biznesimə vaxt ayırım. Onda 25 yaşım var idi mənim. Və hələ də yəni, bu illəri 20 illiyin, o şirkətin 20 illiyi mən qeyd elədik biz. 20 il təmizlik şirkətidir və 20 ildir. Mən doğrudan da onu marağa asmışım. Kitablar oxumuşdum, biznes haqqında kitabları və belə ruhlanmışdım. Amma doğrudan da yanı görən dostlar, tanışlar, onlar ki, hansı bir şirkətdə doğrudan da mütəxəssis ilə ola deyirlər ki, olmaz, sən ondansa qal öz yerində. Mən o dövrdə mühasib işləyirdim. Deyirlər, elə gül kimi işim var, sən nə edirsən bunu? Onun üçün mənim marağım buna deyirlər. Mən nəsə istəyirəm ki, biz biznes qurum. Amma doğrudan da uğurlu oldu və ona görə də mən dedim ki, mentor lazımdır. Yəni, biznes sahəsində sənin bir biznes sferada dostların, tanışların, biznesmenlər olmalıdır. Sən onlarla məsləhətləşməlisən, onlar sənə yol göstərməlidir. Belə bir söz var, hətta deyir, düşmənin də, rəqibin də hansısa biznes açmaq istəyirsə 5 rəqibidən 3-ü sənə kömək eləyəcək. Oradan yaxınlaşdan kömək eləyəcək. Qurbağa misalını çox bəyəndim. İşdə gücdə eşitməyən qurbağa olun, amma efirə qulaq asanda qulağınız bizdə olsun. Qısa fasilədən sonra yenidən eşidiləcəyik. Neotek kabelləri 99,9% saf Nissan olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mistirlərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz gücünüzdür. Reklamlar. Şok. 25 kilogramlıq Fabkim keramika yapıştırıcısı 7 manata değil, 4 manat 90 qəpik. Hər kisədə ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Gecələr xoruldayırsınız, yuxuda nəfəsiniz dayanır, səhər yorğun və halsız oyanırsınız. Bütün bunlar təhlükəli bir sindrom olan yuxu apnesinin əlamətləri ola bilər.
Yuxu apnesi, infarkt, insult kimi ciddi xəstəliklərin riskini artırır. Məlhəm Beynəlxalq Hospitalında yeni fəaliyyətə başlayan yuxu laboratoriyasında yuxu ilə bağlı bütün xəstəliklər dəqiq diaqnozlaşdırılır. Nəticələr Çapa Tibb Fakültəsi məzunu uzman pulmonoloq Könül Məmmədova tərəfindən dəyərləndirilir və müalicə təyin olunur. Sağlamlığınız üçün gecikmədən yuxu laboratoriyasına müraciət edin. Telefon 803. Məlhəmlə sağlam yaşa. Məlhəm Beynəlxalq Hospital İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Perla Mebildə yataq dəsti cəmi 545 manata, qonaq dəsti 469 manata, yumşaq mebel isə 289 manata. 3w.perla.az, qaynar xət 918. Perla sizi düşünür. Keyfiyyətli ehtiyat hissələri problemsiz sürüşün açarıdır. Orijinal detalları Sol Avtonun Bakı və Sumqayıt filiallarından, həmçinin solavto.az saytından sifariş et. İlk sifarişdə 10% endirim qazan. Eynəklə vidalaşmaq vaxtıdır. Ağrısız, bıçaqsız lazer texnologiyası artıq Batı gözdə. Kampaniya ilə gələnlərə ilkin müayinə 50% endirimlə. Ətraflı məlumat üçün Ulduz 4033. Nostalji mahnıları öz sehirli səsiyle yeniden ürəklərə yazan Çinarə Məlikzadə. Gözə çəkmə sürməni, daşa çəkmə bəsməni. İllərin həsrətini bir axşamda solo konserti ilə silməyə gəlir. Unut məni, onsuz da ömür salım. 14 noyabr Heydər Əliyev sarayında saat 20:00-da. Geddə yüzü küləyə. Biletlər şəhərin kassalarında və ya iTicket.az saytında. Gecənin sehrinə sən də qoşul. Antalya, Bodrum, Marmaris, Fethiye, Yunanistan adaları və digər istiqamətlərə çox uyğun qiymətlərə və sərfəli şəklərlə qaynar yay turları Navi Travel'da. Bundan başqa Navi Travel sizə sərfəli şəklərlə otel rezervasiyaları, bütün istiqamətlərə aviabiletlər, viza dəstəyi, səyahət sığortası, transfer və digər turizm xidmətləri də təklif edir. Navi Travel'dan siz bu xidmətləri hissə ödənişlə də əldə edə bilərsiniz. Bu yayın sərfəli istirahət fürsətlərini qaçırmayın. Navi Travel, sərfəli və güvənli səyahət. Ətraflı məlumatı 077 550 1111 WhatsApp nömrəsindən və navitravel.az Instagram səhifəsindən ala bilərsiniz. Perla Mebildə seçilmiş məhsullara 18 aylıq kreditlə 35%-ədək endirim. İndi al, 2 ay sonra ödə. 3w.perla.az, qaynar xət 918. Perla sizi düşünür. Onlar ərazi bütövlüyümüzü və suverenliyimizi yaşatdılar. İndi onların yadigarlarını yaşatmaq üçün növbə bizimdir. Mənim cüzi məbləğim nəyə yarayacaq ki? Fikrini unutmalıyıq. Sənin, onun, mənim, hamımızın yaşatmaq üçün iyanə etdiyimiz 1 manat, birlikdə 100, 1000, milyon manata çevriləcək. Çünki güc birlikdədir. Elə indi 8110 qısa nömrəsinə SMS göndərməklə, SMS mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq məbləği iyanə etmək olar. İyanə etməyin digər üsulları Yaşat.gov.az saytında. Sən də şəhidlərimizin yadigarlarını yaşat. Qatqısız və xüsusi seçilmiş toxumlardan soyuq sıxım metodu ilə ərsəyə gələn küncüt toxumunun yağı mərhələli filtrləmə prosesindən keçərək yüksək sanitar qaydalara uyğun istehsal olunur. Məhsul orqanizmə zəruri olan omega 3, 6, 9 doymamış yağlar, vitaminlərlə və makro-mikro elementlərlə zəngin olub. Qida Təhlükəsizliyi Agentliyindən rəsmi qeydiyyatdan keçib, Ecovita şirkətinin istehsalı olan küncüt toxumunun yağını apteklərdən və 099 345 12 34 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Ətraflı məlumat ecovita.az. Şok, şok, şok. 25 kiloqramlıq Fabkim keramika yapıştırıcısı 7 manata değil, 4 manat 90 qəpik. Hər kisədə ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Reklamlar.
Bravo'da 15 oktyabr tarixinədək super manat günləri. 2 kiloqram şan Hindistan basmati düyü 6 manat. 1 litrlik yonca qarğıdalı yağı 5 manat. Super qiymət super qənaət üçün. Bravo. Doğru seçim. İşinin adamı davam edir. İşinin adamı. Əziz dostlar, bir daha hər birinizi salamlayıram. Mən Kamran Yaradanquliyev, İşin Adamı layihəsinin rəhbəri. Yenidən sizin qarşınızdayım və nə demək istəyirəm? Efirimizin dəstəkçiləri, sponsorları var. Yəni biraz onlardan danışaq. Sponsor məlumatı. Efirimizin sponsorlarından bəhs edəcəyik. Zəhmət olmasa nəzərə alaq ki, əziz dostlar, efirimizin sponsorlarının hər birinin sizə faydası var. Maşallah olsun, sponsorların sayı çoxdur. Bir-bir haqqında danışım. İlk olaraq, hörmətli avtomobil sahibi olanlar, avtomobilinizin gərək həmişə elə bir vəziyyətdə saxlayasınız ki, gözünüzdən düşməsin. Ona görə də PPF boya qoruyucusu olması zərurəti var. Avery Dennison dünya markasıdır. 1930-cu illərdən üzü bu tərəfə möhtəşəm təcrübəyə sahibdir. İş adamları üçün təcrübə çox vacibdir axı. Və onların təcrübəsindən nəzərə alaraq PPF boya qoruyucu plyonkalarından siz istifadə etsəniz, PPF boya qoruyucu plyonkalarının özəlliklərinin çoxluğunu görəcəksiniz və xüsusi olaraq bildirim ki, avtomobil qəza zamanı bir sürtünmə ola bilər, xırda cızıqlarda bir də görürsən ki, nə yaxşı ki, mən bu PPF-i vurdurdum, özdə Avery Dennison kimi peşəkar komandanın fəaliyyətindən yararlandım. Çünki onlar həm də avtomobildə estetik o gözəlliyi, parlaqlığı saxlaya bilirlər. Bir sözlə 055 327 0074 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz. Təşəkkürlər Avery Dennisona. Və davam edək, hörmətli dostlar, xanımlar və cənablar. Mobil qrupdan danışırıq. Gömrük sahəsində kimin gömrük işi düşürsə onlara çox etibarlı bir mobil broker şirkəti lazımdır. Ona görə də mobil broker xidmətindən gömrük brokeri olaraq siz mobil qrupdan faydasını görə bilərsiniz, o xidməti əldə edə bilərsiniz. Şirkətin idxal, ixrac əməliyyatlarının sənədləşmənin həyata keçirilməsi, bəyannamələrin hazırlanması, mallar sürətli rəsmiləşdirilməsi, beynəlxalq daşınma prosesləri hər birində sizə dəstək olurlar. 051 333 90 90 ya da ki ulduz 90 90 onların əlaqə nömrələridir. Və avtomobillər həmişə gərək keyfiyyətli benzindən istifadə eləsinlər. Ona görə nə edirik? Red Oil-dan gedirik, yolumuzu salırıq. Zabra Çosesi, Kürdəxan yolunun üzərində yerləşən Red Oil yeni fəaliyyətə başlayıb. Tam belə saz vəziyyətdə, yüksək hərf oluruq, yəni sizin yolunuzu gözləyir. İstər 92 olsun, istər premium, istər dizel yanacağı, hər biri Red Oil-da var, sərfəlidir və rahat şəkildə sizin könlünüzü oxşayacaq. Çünki həm də orada kampaniya var. 10 litr yanacaq əldə edənlərə həm avtomatik oradakı marketdən 5% indirim əldə edə bilirsiniz, kart verəcəklər sizə, həm də ki, hər litr üçün 1 qəpik hesablanır və bir müddətdən sonra bu pulsuza başa gələr. 051 476 76 bütün komandaya uğurlar arzu edirik. Və efirimizdə şirkətlər qrupu arasında BF şirkətlər qrupunda adını çəkə bilərik. O şirkətlərdən biri də HBŞB-dir. HBŞB 2015-ci ildən plastik və alüminium HBŞB sürmə qapı sistemləri istehsal edir. Alman Kömerling və Türkiyə Kurtoğlu profilləri ilə 1, 2, 3 raylı, bariyerli, bariyersiz modellər hazırlanır. Bütün məhsullar hermetik izolyasiyalıdır və 5 il zəmanətlə təqdim olunur. 051 500 05 75 təşəkkür edirik onlara. Bizim isə efirimiz davam edir. Hörmətli xanımlar və cənablar, amma sonda nə edeyim? Bütün avtomobillə bağlı məsələləri bir kənara qoysaq da, biznes qurmaq istəyən dostlar var. Bizdə hansı ki Özbəkistanda bizim də şirkətin qurulma prosesini gördülər. Osmanlı Konsaltinqə müraciət edə bilərsiniz. 051 6000 900. Azərbaycan nömrəsidir. Sadəcə belə deyirəm ki, yadda qalsın. Ölkə kodunu əlavə edirsiniz. WhatsApp-dan elə yazın. Elgiz bəy oradadır. Sizin qarşılanmanızla başlamış, sənədləşməsi olsun, qalmaq üçün əməkdaş axtarışı, maliyyə, mühasibatlıq, marketing hər bir xidməti sizə göstərirlər. Təşəkkürlər Osmanlı Konsaltinqə. Biz isə davam edirik. İşinin adamı davam edir. İşinin adamı studiyadadır.
Bəli, işin adamı studiyadadır. Qonağımızla yenidən